Xoş gördük əziz dinləyicilər. Ümumiyyətlə ictimaiyyətdə baş verən hadisələrə hər bir insan fikir bildirə bilər və mən düşünürəm ki, müxtəlif fikirlərin olması çox normaldır. Bu günlərdə Azərbaycanda hər bir insanın müzakirə etdiyi, yayıldığı, Azərbaycan mətbuatında yayımlanan və çoxlarının da irad bildirdiyi bir-iki məsələ haqqında istəyirəm mən də öz fikrimi bildirim. İlk növbədə Nigar Fərhad adlı bir xanım var televizorda və atası olmayana qızımı vermərəm. Daha doğrusu atası olmayan qızı öz övladıma almaram deyə bir açıqlama verir. Bəli, insanlar da başlayırlar bu xanımı tənqid etməyə, təhqir etməyə. Əvvəla mənim əzizlərim, mən həmişə çalışıram ki, bir kökə qiymət verək. Bu günləri Azərbaycan televiziyaları göbəlsin dediyi formatdadır. Yəni mənə bir mətbuat verin, mən ondan əxlaqsız xalq yaradım. Bu günləri Azərbaycan mətbuatı, Azərbaycan televiziyaları əxlaqsız xalq yetişdirmək üçün hazırlanıb, tasarlanıb. Əgər buna qarşı şübhəniz varsa, 30 ildə, 35 ildə Azərbaycan televiziyalarının hansı iş gördüyünü görmək və bunu qiymətləndirmək çox da çətin olmamalıdır. Bugün Azərbaycan televiziyalarında bir-iki insanlara çıxmaq şərti ilə səviyyəsiz verilişlər və səviyyəsiz aparıcılarla doludur. Ona görə bu günləri biz televiziyada Nigar Fərhad adlı bir xanımın dediyi məsələləri gündəmə çevirib, onu lənətləyib, onu vurub, onu öldürüb və yaxud da ki, onu söyməklə öz hissimizi çıxartmamalıyıq. Biz bunun dərinliyinə baxmalıyıq. Bunu Azərbaycan televiziyalarına iş görür ümumiyyətlə. Bu günləri Nigar Fərhadın günahı o deyil ki, o bu sözləri deyir. Azərbaycan televiziyasının günahıdır ki, Nigar Fərhad kimi bir xanıma və yaxud da ki, bir insana ora gətirib çıxardıb. Bu günləri nə qədər cəmiyyətdə əxlaqsız varsa, gedib bugün televiziyalarda onu tapmaq mümkündür. Giz-gicinə musiqilər oxuyan, insanların zövqünü parçalayan, onun zövqünə, onun mənəvi dünyasına böyük zərbə vuran insanlar bugün Azərbaycan televiziyalarındadır. Niyə bizi Nigar Fərhadlar narahat edir ki? Bizi ümumiyyətlə bu televiziya narahat etməlidir. Nə bizə reklam edirsiniz? Balalarımıza, insanımıza, evimizə, ailəmizə hansı reklamı çatdırırsınız? Bəlkə Nigar Fərhad onların hamısından savadlıdır bəlkə də. Bugün hansılardan danışaq ki? Zaurlardan mı danışaq? Ata-oğullardan mı danışaq? Oğullarını gətirib televiziyaya çıxardılar. Səviyyəsiz, ailələrini gətirib televiziyaya çıxardılar. Və yaxud da kimin qohumudursa ona veriliş verir. Heç bir təhsili olmayan və yaxud da heç bir televiziyaçılıqdan anlayışı olmayan insanlar atası ilə, oğlu ilə gəlir və Azərbaycan xalqına oradan mənəviyyat dərsi keçməyə başlayırlar. Ona görə də mənim əzizlərim, bizim ən böyük problemimiz televiziyalar və bu televiziyalar 35 ildə nə yaratdı, görürük. İkinci bir məsələ İsfəndiyar Şərurlu İsfəndiyarın deməli qalmaqallı bir açıqlaması vardı. Və bu qalmaqallı açıqlamalarda da hər kəs yenə də başladı o vətənpərvərlər, dırnaqarası vətənpərvərlər cavab verməyə, ay belə dedi, ay. Deməli, ən vacib olan iki məsələyə mən qiymət vermək istəyirəm. İsfəndiyar Şərurlu belə bir açıqlama verir ki, mən məscidləri sökdürüb, məktəblər tikərdim. Bu nə qədər doğru sözdür? Təpədən dırnağa qədər doğru sözdür. Bəli. Bu günləri gedin, baxın, hansı ölkə, təkcə müsəlmanda, İslamdan söhbət getmir. Gedin, baxın, görün, buddist məbədlərindən tutmuş xristiyan məbədlərinə qədər, İslam məbədlərinə qədər. Hansı ölkədə daha çox məscid varsa, o ölkədə daha çox cəhalət var. Hansı ölkədə buddist məbədi var, orada daha çox cəhalət var və yaxud da kilsə var, orada daha çox cəhalət var. Bəli. Bu günləri Allahın bizə buyurduğu, Allahın bizə göndərdiyi dinin məscidə yox, birinci məktəbə ehtiyacı var. Bu günləri bizim yaşadığımız durum elə məktəbsizliyimizin durumudur. Bu günləri bizim faciəmizin, dindarımızın, dinimizin faciəsi nədədir? Bu qədər firqələrə bölünüb pis günə qaldığımız halda bunun faciəsi nədir? Gündə bir-birimizi qırdığımızın faciəsi nədir? Məktəbsizlik. Allahın birinci əmri oxu olduğu halda oxumamağımızdır.
Bu gün yaşamağımızın da ən böyük faciəsidir. Bu gün övladlarımız təhsilsizliyin də ən böyük faciəsidir. Bu günləri necə deyirlər, müsəlman ölkələrinin cəhalətdə qalmasından, diktatorların əli altında nə qədər qumarbaz, nə qədər alçaq, nə qədər necə deyirlər, xalqını yağmalayan, xalqının necə deyirlər, qanı üzərində hökumətlər quran, əzab verənlər kimlərdir? Ən çox dindən danışanlardır. Ən çox Allahdan danışanlardır və ən böyük zülm edənlər də onlardır. Bəs niyə biz o zülmə sakitcə qulaq asırıq? Çünki Allahın buyurduğu oxu əmrini kənara qoyub, boş-boşuna mənasız ibadət edirik. Mənasız ibadətin, oxumayan ibadətin heç bir səmərəsi yoxdur. Axırda belə bir nəticəsi olur. Və yaxud da İsfəndiyar deyir ki, məni ən çox dindarlardan qorxuram və dindarlar məni çox aldadıblar. Məgər bunu kimsə niyə özünə götürür ki? Bu günləri mən bundan danışmağa mənəvi haqqım var. Çünki mən həqiqətən də öz dinimi kifayət qədər bilən bir insanam. Hər dəfə mütaliə edən bir insanam. Onun kitabını başa düşən insanam. Onun Allahın əmrini oxuyan insanam. Hər halda onun əmri nə olduğunu bilirəm. Çünki onun kitabını hər gün oxuyuram. Hansı hədislərlə, hansı nağıllarla yox, Allahın özünün göndərdiyi ilə onu tapmağa, onu başa düşməyə, onu anlamağa çalışıram. Onu təmənnasız sevməyə çalışıram. Bəli, bu günləri doğrudan da Mirzə Ələkbər Sabirin dediyi kimi harda müsəlman görürəm, qorxuram. Yəni, bu həqiqətdir. Bu günləri dindarlardan qorxmaq həqiqətdir. Bu günləri dindarlar baş kəsirlər çoxu. Əlbəttə, bu hardan gəlir? Bu dindənmi gəlir? Xeyr, oxumamazlıqdan gəlir. Allahın birinci əmrini yerinə yetirməməzlikdən gəlir. Bəli, bu günləri dindarlar qədər insanları çox aldadan, bu gün araq içənlər insanları çox aldatmır. Harda dindar var, gedin baxın 100 nəfərdən ən azından 80 nəfər insan aldadacaq. Niyə? Çünki cahildir. Çünki başa düşməyib. Çünki onun ibadəti də qul, robot ibadəti də adət eləyib o ibadətə. İbadətə adət eləyib. Yeməyə adət etdiyi kimi ibadətə də necə deyirlər, adət eləyib. Onun ibadəti də ibadəti, səmimiyyət yoxdur. Çünki elm yoxdur, çünki oxumaq yoxdur, çünki dərk etmək yoxdur. Bilirsinizmi? Dərk etmə olmayandan sonra o dindarın hansı üstünlüyü var ki? O dindar necə Allahdan necə də mesaj ala bilər ki? Allahın mesajını necə aldı, hardan aldı bu? Əgər onun kitabını oxumursa, əgər onu tanımağa çalışmırsa, elə hər şey qul kimi kimisə aldatmaqdan ötürü kimsə desin ki, nə gözəl ibadət əhlidir, namaz qılandır ki, bundan gedib nəsə. Hər şey bu dindarların çoxunda manipulyasiyadır. Aldatmaq üzərində qurulur. Çünki elm yoxdur, kök yoxdur, savad yoxdur, Allahın buyurduğu oxu yoxdur. Bəli, oxu olmayandan sonra nə dindar olar, məscid nə qədər olur olsun, əgər oxumaq yoxdursa, əgər məktəb yoxdursa, o məscidin də mənası olmaz. İstəyirsiniz gedin, baxın, harda daha çox məscid varsa, orada daha çox cəhalət var. Harda daha çox məktəb varsa, orada görürsən ki, bəli, orada Allaha başa düşmək də var. Hər şeylə oradadır, səmimiyyət oradadır, elm oradadır, ağıl oradadır, insana hörmət etmək oradadır, hüquq oradadır, ədalət oradadır. Harda məscid var, harda səhərdən axşama da ibadət eləyən var, ən böyük ədalətsizliyi siz orada tapacaqsınız. Bəli, mən də istədim bu mövzuda fikir bildirəm. Sizin də fikirləriniz çox maraqlı olacaq. Siz də öz fikirlərinizi yazın. Çünki istənilən formada ictimai məsələlərə mövqeyimizi bildirməyimiz hər birimizin bir vətəndaşlıq borcudur. Təşəkkür edirəm, diqqətinizə görə.